şəhidlərimizdən Elvin İsmailovun doğum günüdür. Martın 28-i tarixidir. O Elvinimiz ilk bacının tək qardaşı idi. Atasının, anasının ata ocağında yanan oğul balası adında tək çırağı idi. Bugün qəhrəmanımızın doğum günüdür və bu münasibətlə onların ziyarətindəyik. Müharibədən 5 il keçməsinə baxmayaraq unutmuruq, unutturmuruq. Yanımızda şəhid ailələri var, şəhid ataları var, şəhid anaları var. Ürəyi qardaş həsrəti ilə döyünən şəhid bacıları var. Bəlkə də sıravi vətəndaşlar unutsa da, onlar bir an belə öz şəhidlərini unutmayan qəhrəman övladların qəhrəman doğmalarıdırlar. Və bugün şəhidimin doğum gününə Qəhrəman Analar kitabımla gəlmişəm. Hansı ki, bu kitabda istədim ki, qəhrəman oğulları dünyaya gətirən qəhrəman anaları da tanıyaq. Və həm kitabımı qəhrəmanımın anasına təqdim eləmək istəyirəm, həm də icazənizlə kitabda ona həsr etdiyim şeiri səsləndirmək istəyirəm. Bu da mənim şəhidimizə doğum günü hədiyyəm olar. Eyni zamanda bu tək mənim hədiyyəm deyil, həm də şəhidimizin bu kitabda yer almasının təşəbbüskarı Aygün anamızdır, Tacəddinimizin anası. Allah ondan da razı olsun. Yaşamağa nəfəs idi Elvinim. Hər atışda qəlbim onunla vururdu. Gələcəyə ümid yerim o idi, arzuların təməlində dururdu. Xidmət vaxtı günlərini sayırdım, bitirərək dönməli idi evinə. Heç vaxt razı olmurdum ki, bir kimsə gedib girə Elvinimin yerinə. Yollarını bağladılar döyüşdə. Mənim balam qayıtmadı, dönmədi. Necə öldüm həsrətindən hər gecə. Nələr çəkdim, balam gəlib görmədi. Dedilər ki, şəhid olub fəxr elə, istəmirəm, verilmədi balama. Ürəyimin qürur yeri, ant yeri, bu zülmətdən xilas edildi. Bu zülmətdən xilas edildi. Şəhidlik qürur yeri, ant yeri olsa da heç bir anaya, heç bir zirvə oğlunu əvəz edə bilməz. Hər bir ana övladını yanında görmək istəyər. Biz onlara övladlarını geri qaytarıb verə bilməsək də, hərdən deyirik, əlimizdən bir şey gəlmir, əslində əlimizdən çox şey gəlir. Ən azından unutmaya bilərik, yada sala bilərik, tanıda bilərik, tanıtdıra bilərik. Bunun özü də böyük bir işdir. Qəhrəmanımızın ruhu şad olsun. Sevgili anam, Allah sənə səbir versin, gözün versin. Bu sənin kitabın şəhidimizin güşəsində yer alsın. Oxuyanlar qəhrəmanlarımı daha yaxşı tanısınlar və unutmasınlar. Sağ ol. Sağ ol. Əlinə sağ ol. Ürəyinə sağ ol. Sənin kitablarında balalarımızın yer aldığı kitablarıyla biz Sakınlar kitabımızın gözümüzün üstündən qoyub saxlayırıq. Çox sağ ol. Sağ ol. Yaxşı ki var bizdə. Allah razı olsun. Balamın doğum günü mübarək olsun. Değişmeyen artık mübarək olsun. Amin. Ve biz anaları, balaları bu an cənnətində onun yanındadır. Necə ki biz anasının başına yığışıq, onlar da Elvinimin başına yığışıb bu cür. Mən inanıram və güvənirəm ki, başına yığışıb onunla bərabər söhbət edirik. Biz anaya təsəlli sadəcə balalarımız cənnətdə. Sağ olun. Sen anaların danışan dili, gören gözü sen. Bölge bölge, ev ev gezip bizi tanıttınız. Her zaman Hamımız beraber yazılar.